sıfırdan 1 bölü 2'ye dx bölünsün kök altında 9 say x'in kvadratıdır. Aydın mı? Evet. Sıfırdan 1 bölü 2'ye dx bölü kök altında 9 say x'in kvadratı soruşuyoruz bizden. Bunun aslında üstünü var. A kvadrat say x kvadratı da vardır. Üstünden çalışan həll edəməyəm. İntegral sıfırdan 1 bölünsün 2'ye dx kök altında. Ben buradan 9'u çıxarıram, mötərizanın xaricini çıxarıram, mötərizə xaricini çıxarıram. Yəni, belə yazıram. 9 vurulsun, 1 çıxar x kvadratı, 1 çıxar x kvadratı bölünsün 9. Bu formula yazıram. Olar mı? Bu da bərabərdir. İntegral sıfırdan 1 bölək, sıfırdan 1 bölünsün 2'ye, sıfırdan 1 bölək 2'ye, dx bölünsün, buradan 3 çıxır, 3, kök altında 1 çıxılsın, 1 çıxılsın. Bu 3'də 1 x 1 çıxılsın. Yəni 3'də 1 3'də 1 x 3'də 1 x'in nədir? Kvadratı. Doğru mu? Evet. Bu da bərabərdir. Mən də görürüm. İntegral 1 dx bölünsün. Dx bölünsün. Kök altında 1 say x'in kvadratı. Bu nədir? Arc değil mi? Evet. Sinüs. Arc sinus x. Doğru mu? Burada k nədir? 3'te 1. K 3'də 1. Yəni 1 bölü 3 qabağa keçilir. 3. Bərabərdir. Yəni bu 3'də 1 x. Bu 3'də 1 keçir qarşıya. 3'də 1, 3'də 1. Vurulsun. 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 3'də 1 x-də 1 bölü k qabağa keçir. Yəni 3. 1 bölü 3'də 1 qabağa keçir. Yəni 3. Vurulsun. Arc sinus nə yazır? Arc sinus 3'də 1 x. Evet. Arc sinus 3'də 1 x yazır. Bir izah edirəm. İntegral dx bölünsün. Kökdə 1 say x kvadratı. Bu arc sinus x-in törəməsidir. Evet. Arc sinus x-in törəməsi buranı verir. Yəni burada 1 çıxar x kvadratı oxşayır. Artıq burada k-nın 3'də 1. 1 bölü k qarşıya keçir. Arc sinus 3'də 1 x yazır. Sıfırdan 1 bölü 2. Bərabər. Bu da 3 tərəf hesab olunur. Arc sinus 0 biraz sıfırdır. Arc sinus 0 nədir? 0. Yəni yazılan arc sinus 3'də 1 vurulsun, pi bölünsün 2.